Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və bugün sizi Mərdəkandan salamlayıram. Mərdəkanda bağ üçün, eləcə də 4 fəsil yaşamaq üçün ən gözəl məkanlardan hesab edilən Mellin Gözəllik Salonunun yaxınlığındayıq və bugün təqdim etdiyimiz bağ evi 9,5 sotun üzərində zövqlə, səliqə ilə inşa edilib, beton karkasdan ibarətdir. Və bu bağ evi 5 otaqlıdır, evin daxilində 4 hamam otağı var. Evə keçid edəcəm, amma ilk öncə istəyirəm sizə ki, həyət haqqında məlumat verim ki, 9,5 sotdan savayı küçəsində çox geniş bir parking zonası var. Sırf bu bağa məxsus və belə bir bağlı bir avtomobillər üçün qarajımızdır. Ümumiyyətlə, mən bu həyətə daxil olan kimi mənim ən çox xoşuma gələn bunun landşaft dizaynıdır. Və burada əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Sahibkarın, necə deyərlər ki, bu evi inşa edən memarın biz çoxlu layihələrindən satmışıq və ilk öncə sizə deyim ki, keyfiyyəti ilə çox seçilir və diqqət yetirirlər. Evimizin fasadı tam olaraq keramogranitdəndir, çox belə səliqəli, zövqlü işlər görüblər. Və bu həyətdə mənim yay və qış mətbəxi də xoşuma gəldi ki, həyətin bir kənarında hovuz görsənir. Xanımlar üçün çox yaxşıdır ki, uşaqlara nəzarət etsinlər. Qonaq otağından, mətbəxdən birbaşa olaraq belə bir gözəl bağça görüntüsü var. Eləcə də bizim yataq otağından da. Gecə görüntülərini də sizə təqdim edəcəm, dəyərli izləyicilər. Çünki gündüz və gecə görüntüləri tam fərqli olur və sizin üçün, necə deyərlər, birlikdə sizlərlə bir vizual bir tur edirik. Lakin dəyərli izləyicilər, bu gözəl bağ evini axşam vaxtı görməyiniz tövsiyə olunur. Çünki buradakı LED işıqlar və fasaddakı, elə də landşaftdakı işıqlar bu bağa xüsusi bir gözəllik verir və istədim sizə bu gecə görüntüsünü göstərim ki, çox fərqli bir görüntüsü var və indi sizə mən yay və qış mətbəxini göstərmək istəyirəm. Çox geniş yay və qış mətbəximiz var. Burada planlama nəyə görə yaxşıdır ki, təsəvvür edin ki, yay və qış mətbəxində birbaşa olaraq hovuz görsənir, evdən də hovuz görsənir. Baxın, artıq burada sizin rahatçılığınız üçün bütün hər bir şey quraşdırılıb, soyuducusuna kimi mebellər və bunu gözəlləşdirən nədir ki, daxilində belə bir fərqli bir üslubda inşa edilmiş manqaldır. Dövlət kommunikasiya xətlərindən qaz, işıq, su daimi də əlavə olaraq çox geniş bir su deposu inşa edilib ki, hər hansısa bir hal baş verdikdə siz rahatçılıqla istifadə edəsiniz. Hovuzun keramikası da çox fərqlidir. Adi keramikalardan deyil. Sizə bu bağ evinin gecə görüntülərini ətraflı təqdim edirəm. Sonra isə keçirik evin daxilinə. İndi isə mən keçirəm evin daxilinə. Evin daxilindən də sizə istəyirəm ətraflı, ola bilər videomuzun dəqiqələri uzansın, lakin istəyirəm ki, tam ətraflı, məlumatlı olasınız. Deməli, evə daxil olan kimi bizi belə bir gözəl bir dəhliz qarşılayır və dəhlizimizin sol istiqamətində üz kiyimləri üçün dolabdır. Mən sizə layihəni vizual olaraq təsvir edəcəm, yəni birbaşa olaraq. Deməli, sağ istiqamətdə bizdə qonaq otağıdır, mətbəxdir, camaşırxanadır. Sol istiqamətdə isə yataq otaqlarıdır və yataq otaqları çox geniş, işıqlı və tam olaraq mebelli sizlərə təklif olunur. İndi isə istəyirəm qonaq otağından da sizə ətraflı bir məlumat verim ki, baxın, bu qonaq otağında sizin rahatçılığınız üçün hər bir şey quraşdırılıb. Rahat və bayaq vurğuladığım kimi birbaşa olaraq hovuz bağça görüntüsüdür və belə bir geniş keçidlə bizim mətbəximizdir. Çox səliqəli işlər görüblər. Baxın, belə bir mətbəximiz var və mətbəxin kənarından da bağçaya çıxış var. Mən həmişə deyirəm, evlərin daxilində bu camaşırxanaların olması çox vacibdir. Həm də evin istilik təchizatına nəzarət etmək üçün. Paltar yuyan, qurudan. İndi isə mən sizə yataq otaqlarını göstərmək istəyirəm. Yataq otaqlarının planlaması çox xoşuma gəldi. Evin daxilində 4 yataq otağı var. Onlardan 3-ü daxilində özünə məxsus olan hamam otaqları var. Bu bizim gənc odamızdır. Və gənc odadan da birbaşa həyətin arxasında olan bu şam ağacı görsənir. Çox belə bir
fərqli bir görünüşü var. Sizə ikinci yataq otağımızı göstərirəm. Belə bir yataq otağıdır. Mən nəyə görə? Mənim çox xoşuma gəlir ki, məsəl üçün belə bir baxın, görün, bu özü də bir gözəllik. Hamam otağını sizə göstərirəm. Daxilində olan hamam otağı. Mebellər çox səliqəli yerinə yetirilib. Evin ümumi hamam otağıdır. Belə bir hamam otağıdır. Və keçirəm üçüncü yataq otağımıza. Üçüncü yataq otağı da digər yataq otaqları kimi belə bir panoramik pəncərələri birbaşa olaraq evin arxasına baxır, ağaclara. Burada bayaqki eyni layihədədir. Öz daxilində özünə məxsus olan hamam otağıdır. Belə bir dolabdır, şüşəli. Və sonda mənim ən çox xoşuma gələn yataq otağı. Bu yataq otağımız bağça görüntülüdür. Onu xüsusən sizə göstərmək istəyirəm ki, baxın, bu Washington palmasının bura xüsusi bir gözəlliyi var, çox gözəlliyi var. Və bu yataq otağı da tam olaraq sizə mebelli təklif olunur. Evimiz tam mebellidir və daxilindəki özünə məxsus olan sanitar qovşağı. Bu bağça görüntüsü çox gözəldir. Panoramik bu görüntü bizim dəhliz boyda var, çox gözəldir. Ümumiyyətlə, işığın evə düşməsi çox önəmlidir. Bizim proyektimiz çox genişdir. İnşallah bu ev alan yoldaşlar xoş günlərini keçirsinlər. Və beləliklə, dəyərli izləyicilərimiz, çəkilişimiz sona çatır. Gördüyünüz bu bağ evinin start qiyməti 870 min manat start olaraq təklif olunur və bizim müştərilərə çox xüsusi bir endirim var. Mən hər dəfə bunu deyirəm, çünki bağımız illərdir ki, sahibkarlardan çox xüsusi endirimləri əldə etməyi bacarır. Bizim web saytımıza daxil olaraq siz bu evin ətraflı şəkilləridir, lokasiyasıdır, videosuna tam ətraflı baxa bilərsiniz və burada mən QR kod yerləşdirirəm. Daxil olun, birbaşa saytımıza keçid edin. İnşallah xeyir nədirsə, ilk öncə Allah onu sizə nəsib etsin. Biz də əlimizdən gələn köməkliyi edək. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.